Salam, hər vaxtınız xeyir əziz izləyicilər. Bu günləri sobada dadlı və şirəli toyuq lülənin hazırlama qaydasını göstərirəm. Bütün ərzaqları qaba əlavə eləyib yaxşı yoğururuq. Yaxşı yoğururuq ki, ət tam birləşsin və özünü tutsun. Sonra istifadə edəcəyimiz soba qabına yağlı kağız sərib, üzərini yüngül yağlayırıq. Çəkilmiş əti qaba əlavə eləyib bərabər şəkildə yayırıq. Üzərinə pizza kəsən alətlə cızıqlar çəkirik. Öncədən isidilmiş sobada altı üst rejimdə 220 dərəcədə üzəri qızarana dək bişiririk. Budur, artıq hazırdır. Baxın görün lülə necə gözəl qızarıbdır. Servis edəndə yuxa, qırmızı soğan və göydən istifadə elədim. Videonun alt bölümündə açıqlamada resepti yazacağım. Siz oradan istifadə eləyərsiniz. Hazırlayanlara nuş olsun. Göz haqqınızı halal eləyin. Tövsiyə edirəm əziz izləyicilər. Bu üsulla bir dəfə hazırlasanız, bilirəm ki, çox məmnun qalacaqsınız.